Sənə işləyək. 15 ilə işləyək, 10-15. Yox, da, mən 12 işləyək. 12. Bədənimiz navruzun da. Sən bir dənə yoxla, mən 15 rahat keçin ona görə. Yani 150 kilometre öyle rahatlığa. 150 kilometre değil. 150 kilometre geldi. 200 lira. 50 kilometre değil getirin. Of. Neçə kilodur? 150. Hər kəsə salam, əziz izləyicilərim. Bu videoma da xoş gəlmisiniz. Bu günləri sinə məşqidir. Sinə məşqi işləyəcəyik. Qol önü ilə sinə məşqi. Sıradan eyni hərəkətlər olacaq. Görək zalda bu gün kimlər olacaq, kimlər olmayacaq. Videoda çəkib paylaşacağam sizə. İndi oyanmışıq. Sumkalarımız hazırdır. Hər şeyimizi götürmüşük. Gedirik işə. Sonra oradan da axşam olacaq saat 8. İşdən çıxıb gedəcəyik zala. Getdik. Əziz izləyicilər, çatmışıq, zaldayıq, indi hal-hazırda. Noit! Bəli. Bu günləri Noitlə məşq eləyəcəyik. Salam. Sanalım. O boy məndən, sən boy neçə idi? 1.83. 1.83 boyu var. Bir il tamam olur, bir ilə yaxın ki, məşqə gəlir Noitdə. Davamlı, dayanmaq yoxdur əsas, idman eləmək lazımdır. Hə, belə, başlayırıq, indi sinə günümüzdür. Mənim boyum 1.70'dir, ona görə balaca görsün. 1.73, balaca görsün. Hə, sinə günüdür, başlayırıq indi birinci hərəkətdən. İsinmişik, yaxşı, indi keçirik birinci hərəkətimizə. Necə? Düzdür. Hə, bir dənə baxım. O düz qoy. Düz, yo, onu qoyma, artırma, şey eləmə, qaldırma. Çox yaxşı gedir, Allah. Deyəcəm. Bir dənə artıraq çəkini, 7-5 qoy. Ya 7-5 qoy, 7-5. 7-5 qoy. 12 ilə zaten birini seç, işləyərsən. O neçədir? 7-5. Çəki yüngüldür. Evə bir set elədim. O biri... Nə edə biləcəksən? Hə, elə. Eləyəsən. Çəkini amma qaldıracaq. Çəkini qaldıracaq çünki bu çəki yüngüldür. 7-5 yüngül gəldi. 3-5 dəqiqə. Əlləri bura çatanda belə elə. Bu vəziyyətdə. Hə, burada çatanda biraz əy. Hə, bu əla hərəkət. Çəkini artırıram dediyim kimi. Nə qədər? İkinci set. Deməli 12'ye qoy bir dənə 12. Birinci hərəkətdir də onsuz da. Yoxlayaq da görək gedəcək. Ağırdır. Yaxşı tamam. Belə yaxşı. Çəkini sən də artır. Mən vura bilərəm. Birinci set tutardı. Bunu vura bilərəm. Yox 12 yox. Azal. Ona qoy bir dənə yoxla. Başladıq. 10 kilodur. Biraz əyilmək amma daha yaxşı. Qaralar yaxşıdır. Ağır gedir, anırsa. Ağır gedir, anırsa. Ha, biraz ağır getdi. Amma yaxşıdır. 3 set qutardı, 3 set tamam oldu. 3 set tamam oldu. Neçə qoydun çəkin? 7 qoyun gəl. Yüngül də bu. Yüngüldür? Hə. Onu da artıraq da. Qoşaq, işləyir, qoşaq, bas. Qoşaq. Wow. Allah. Neçə set oldu? 3 set oldu sən? oldu, çox sağ ol. Mənə də 3 set oldu. Çox. Birinci hərəkəti qurtardıq. Birinci hərəkət bundan başladı. Əslində sinənin üstün başlayacaqdıq qantellərlə, həmişə elə eləyirəm.
Ama ev yox. İndi keçək sinənin üstünə. Keçdik ikinci hərəkət buna. Qantellərlə də eləyəcəyik bunu. Bismillah. 2, 3. Bir set tamam. Yaxşı getdi. Yo, yüngül deyil, ağır idi, yaxşı. 20 kilo, 20 kilo, 20 də qrip. Yoxsa 10 idi o, 10 idi qrip. 40, 50. Yoxsa yox. Bu 20 idi, grup 20 idi. Qrip 20 idi, 60. 15 kilo elə bir çox ağırdı axı. Hə? 15 Ver mənə 15 buradan qoyun. kilo var. Getdim. Başar, 1. Başar, 2. 3. Yendirəndə yavaş yendir. Eski yendirir. 5. Başar. Allah. Neçənci hərəkətdir bu? 3. Güzel bir şey. Öleceğim. Şu bırak. Bırak. Ha. 3 4 5. Nahır getdi o baxınca. Aklınıza ağır getdi ha. Şöyle kaldı. Mesela 12 değil. 12 az da elədir. 12 az değil. Az bu. Azdır. Gətir 16'ını gətir 16'ını. 16 çoxdur. Hə yaxşı. Yaxşı şey gətir. Gətir 16'ını gətir. Çəkiləri artır. Getdik. Hoppala. Ne edirəm? Yaşay. Dur. Давай. 5. 6. 7. Все, bəsdir qoy. Bir set tamam oldun o yüzden. Yandırır. Yaxşı. Nədir yandırdı? Çəki çox idi, ona yox. Yaxşı idi. Normaldır. Çalış həmişə səmti ortada qoy, düz ortada ki, başın bir damcı sağ tərəfdə, sol tərəfdə olsa ücü şey olacaq. Bir tərəfdə... Dəngə bitirirsən. Dəngəni itirirsən ki, zədələnə bilərsən həmən deyək. Ona görə ehtiyatlı olmaq lazım. Bu işi ikinci setimdir bu. İkinci set deneyim. Neçə kilodur? 150. Dəqiq 150 kilodur. Allah, söz verəm. Necə idi? 150 kilodur, elə də axtarına gətirir. 150 kilodur dəqiq. 150 kilo gətirir. 200 lira. 50 kilo da deyil gətirir. Neçə kilodur? Dəqiq 150 kilodur. 150 kilo deyil ya. Hədə 10, 70. Əla. Yaxşıdır. Güzəlin bacısı olur. Güzəlin bacısı olur. Belə gedə biz də öz idmanımıza. Getdi səhər. Ağır getdi. Dəhşət ağır getdi. Axırıncıdan öncə tirəndi. Saçını ola bütün azaltdım biraz. 65 yox. 4-cü hərəkətimizdir də bu. Olar. Ağır getdi. Axırıncı hərəkətdir. Ona görə ağır getdi.
Hocam. 45 koyuram, ağırdır. Deməli, aziz dostlar, sinəni yüklədik, sinə tutardı, qaldı qolun qabağı. Qolun qabağında 3 hərəkət işləyərik. Var. 2-3 hərəkət işləyib, tutaracaq məşq. Birinci setimizdir, ona başlayacaq, qolun birinci hərəkəti. Yaxın tutuş, yaxın. İşləyirik. Babu vəziyyətdə olacaq. O nə oldu? İşte birinci setini güçləndir. Dolu. 10 dənə oldu. 2 set oldu. Bu üçüncü Mən də vuram, tutarım. Set Set oldu ki. Mən sən də vur. Başladı. Qolun qabağı ikinci hərəkət. Bir set oldu, doldur və amma yandırır. Tərkini elə seçmək lazımdır ki, ağır olmasın. 10 dənə belə eləyəndən sonra 10 dənə də ardınca belə malator. Bu bir set sayılır, bunu 3 set işləyəcək. Bayağı. Deməli, bu qolun neçənci hərəkət? 3. Üçüncü hərəkətdir. Qolun üçüncü hərəkətidir. Birinci setimizdir. Yo, elə bununla. 32 kilo işlədim. Bir set tamam oldu. Bu istədim sıra. Neçə qoydun sən? 25. 25? Sağ ol. İşte. Göşək. Allah. İkincisi. Ağır gedir abi. Ləyəndə zədə düşə bilər belə. Əgər çəki çox ağırsa, düşə bilər. Çəkini amma yüngülə qoydum. Onda mən belimi biraz əysəmdə zədə olmaz, yox. Ondan zədələnməz. Çəki çox olsa, amma riski belə əyirsə, zədələnmə ehtimalı var. Çoxdur. Bilək işləyirik, qol da tutardı, bilək işləyəcəyik. Biləkdə də belə düz qaldıracaq. Neçəyinə işləyək? 15 ilə işləyək, 10-15. Sən 15 işləyə bilərsən? Yoxlayaq da, məncə 12 işləyək. 12? Burada bədənimiz navrujun da. Sən bir dənə yoxla, məndə 15 rahat gedir ona görə. Sən 15 mi 12? Yaxşı, bir dənə 15'i yoxla baxım. Görüm gedəcək səndə. Gedəcəksən. Rahatdır. Rahatdır. Evet, onda rahatdır. Çox az. Da işləyərdin, işlə. Bir set ilə. Qəşəng, bu sıx yana. Aha, elə qaldır. Max qaldıra bildiyin qaldır. Qəşəng. McDonald's videosu gözləyir ya. 100%. McDonald'sda video çəkəcəyik. İnşallah. Bax, öncə 2 dənə sağır gedir ha.
10. İkinci sete keçirik. Telefon elə biraz. Ha? Telefon. Yengəl. Telefon odur. İstirahət eləyək. İstirahət? Yox, elə bəs də. Mən işlədiyim vaxtda sən onu istirahət edirsən. Ona görə 2 nəfər para işləyirsinizsə, biri işləyəndə o biri onsuz da dincəlir. Yəni gözləməsin ki, işləyib qutarandan sonra təzədən bir dənə də gözləsinlər ikisi bir yerdə. O biri gün keçib işləyə bilər. Deməli, məşqimiz qutardı. Sinə ilə qol qabağı idi bu günləri. Məşq elədik, qutardıq. Yorulmuşuq dəhşət. Yorğunluq var, nə idi? Yorğunluq var. Ağır işləmiş. Dolubdur bu dəqiqə, qollar pampdadır. Gedəcək indi və qəşəng yemək yeyib yatacağıq. Sağ olun, salamat qalın. Kanala abunə olmağı unutmayın, like eləməyi unutmayın. Bildirimləri də açın ki, videolarımız görsənsin. Dəstəyinizi gözləyirik. Dəstək olun, dəstək. Sağ olun, hələlik.